Allah'ın salamı, sülhü, əmin-amanlığı olsun. Məni bu videoda izləyən bütün izləyicilərin üzərinə Allah hamınızdan bir daha razı olsun ki, dinləyirsiniz, qulaq asırsınız. Mən istərdim ki, əziz məni dinləyənlər, sizlərə Rəbbimizin bizlərə açıb Quranda olan ayələrinə istinad edərək, insanların yalan, yanlış adətlərindən olan bu ölü haqqında, ölünün bastırılması, ölünün haqqında olan adət-ənənə haqqında danışım ki, bugünə qədər bizləri mollalarımızdan, müştehidlərimizdən, alimlərimizdən səhv və yalan, yanlış adət-ənənələrlə bizləri aldatdılar. Halbuki Allah'ın qanununda elə şeylər olmadığı halda bizə özlərindən qanunlar uydurdular, göstərdilər ki, bu da əlbəttə ki, hamımız bilirik ki, bunun hamısı maddiyyatın üzərindədir. Yəni, insanlar əslinə qalanda bu dini maddiyyat üzərində qururlar. Yəni, bugünə qədər gələn dini maddiyyat üzərində qururlar. Halbuki, Allah'ın həqiqi dini, Allah'ın bizlərə Qurandan açıb öyrətdiyi ayələrdədir ki, Allah Təbarək Teala bu Quranda olan ayələrlə bizləri bu dünyada həyatımızın da, vəfatımızın da, əskikliyimizin də, islahatımızın da bu Qurandan olduğunu söylüyor. Yəni, biz bu dünyada necə yaşamalıyıq? Öləndə ölümümüzü necə eləməliyik? Diriliyimizi, islahatımızı, yəni Allah yolunda atılan hər bir addım və xidmətlərimizin cavabı bu Qurandadır. Ona görə də, bax, bugünə qədər insanları aldatdılar ki, insan ilk dəfə öləndə, bilirsiniz ki, insan üçün Quran oxuyurlar, insanı yuyurlar, insanı kəfənləyirlər. Yəni, bunlar hamısı insanlar tərəfindən adət-ənənədir. Ancaq Allah'ın Quranda bizlərə açıb öyrətdiyi ayələrdə, məsələn, 5-ci surənin 27-ci ayəsindən 31-ci ayəsinə qədər Allah Təbarək Teala adamın iki oğlu haqqında danışır. Onların biri-birini vurub öldürəndən sonra necə onu meydini, hara, necə eləməyini göstərmir. Yəni, bizə Allah göstərir ki, yəni bilmədiyimiz halda Allah göstərir ki, insan öləndə onu necə eləmək lazımdır. Yəni, insan öldü, artıq onu aparıb dəfn eləmək lazımdır. Başqa yolumuz yoxdur. Bu Quranda olan Allah'ın bizə buyurduğu qanunudur. Amma insanlar nə etdilər? İnsanlar aparırsan, bastırırsan, molla gəlir sənə yaxınlaşır ki, qardaş, sən bilirsən də 7 dənə addım atandan sonra inkirlər gəlir, düşür sənin atanın üzərinə, meydin üzərinə və onu incidirlər orada. Deyirsən, ay molla, neyiniyim? Deyir, neyiniyəsən? Bir 100 manat ver, bu inkirləri qoymayayım gəlsin onların yanına. Mən də atamın istədiyimə görə deyirəm, şeybi yoxdur, 100 deyir, lap 200 verim, ancaq licbə mənim atama inkirlər yaxın durmasın. Və bizi bu cür aldadaraq, bizi bugünə qədər gətirib çıxardıblar. Fakt, məsələn, mən sizə bir şey də deyim ki, bu əvvəllər Vasmoy bazarının, bu maşın bazarının qabağında bir qəbristanlıq var idi. Mən oradan keçib gedəndə, görürdü ki, mollalar oturub yolun qırağında və maşınlar gəlirlər, ciplər gəlirlər onun yanında saxlayırlar. Mən də onlarla bərabər bilmirdim. Mən də insanlar kimi xəbərsizdim bunlardan. Gəlir də mollaya dedi ki, ay molla, mənim ölənlərimə Quran oxu. Onlar da bu qoyunun qarnının içine havanı yığırlar və havanı buraxırlar, deyirlər, sənin atanın qəbrinə artıq Quran ayəsi getdi. Yazılmış qanundur, yazılmış Qurandır. Yəni, insanları bu cür aldadaraq. Amma Allaha sonsuz sədəşlər olsun ki, insanların bu cür Allah'ın dinindən, qanunundan uzaq olduğuna görə Allah Təbarək Teala bizim xalqımızın, millətimiz içərisində üzərimizə minnət qoydu və Rəsul qaldırdı bizə ki, bizə bunların hamısını açsın, aydınlaşdırsın ki, yəni Allah'ın qanununda belə şeylər yoxdur. Ki, yəni sən insan öldü, ona Quran oxumalısan, Yasin oxumalısan və yaxud da onu 3 dəfə və yaxud da 7 dəfə qaldırıb yendirməlisən, sən ona 3, 7, 40 eysan verməlisən və yaxud da sən onu aparıb bastıranda görürsən ki, deyirlər, gir qəbrə və daşla vur, güya ki, əlini vur, mən Quran oxuyacağım, güya sən ona eşitdirə biləcəksən. Yəni, belə şeylər insanlar tərəfindən xurafatdır. İnsanları aldadılar belə şeylərlə. Ona görə də Allaha sonsuz sədəşlər olsun ki, Allah bizlərə bu Quranda olan ayələrlə necə dəfn etməyi insanlara öyrədir. Hətta bəzi insanlar deyirlər ki, Quranda qəbr əzabı var, Quranda qəbr əzabı yoxdur. Ahirətin günündə Allah Təbarək Teala onlardan bir qalxanda deyəcəklər ki, bizi rahat yatdığımız yerdən bizi kim qaldırdı? İnsanlar əgər bu ayəni Allah deyirsə ki, insanlar qalxanda deyəcəklər ki, bizi yatdığımız yerdən kim qaldırdı? Yəni, rahat yatmışdıq da. Bəs yaxşı, bu insanlar yatdığı yerdə qalxır və soruşurlar, nə qədər qaldınız qəbirdə? Deyəcəklər, ya bir gün az. Deməli, Allah'ın bizə Qurandan buyurduğu ayələrə görə
Kur'an'da, Allah'ın kanununda qəbr əzabı yoxdur. Ama insanlara bunu söylemekle insanlardan pul almak için, insanları aldatmak için bu Kur'an'ı okuyurlar. Halbuki Kur'an özü diri olanlar üçündür. Allah Tebarək Teala Kur'an'da buyurur ki, sen qəbirdə olanları eşitdirə bilməzsən. Sen dönüp giden karlara da eşitdirə bilməzsən. Sen ancak bizim ayələrimizi o kəs eşitdirə bilərsən ki, onlar inanırlar. Ona göre de bugün insanları bak belə fikirlerle aldadıblar ki, güya ki Allah'ın kanununda böyle şeyler var. Ancak hansı ki insanları bununla aldatmışlar. Allah'a sonsuz sədəşlər olsun ki, yani bunun hakkında yine de geniş danışmaq olar. Ben sadece kısa bir şekilde danıştım ki insanlara belli olsun. Allah razı olsun. Hem de Allah üçündür Rabbidir alemlerin.